9 sotda 3 mərtəbə, 6 otaqlı, 12 dənə kolondan istifadə olunmuş, damın altına qədər hər mərtəbə monolit betondan olan villa təqdim edirəm sizlərə. Villamız Sumqayıt yolunun kənarında yerləşir. Həyətini təqdim edəcəm. Geniş həyəti var. Həyətində besetkası, yay mətbəxi, əl damı, evin isidilməsi kotel ilə təchiz olunubdur. Həyətində qarajı var. Nə istəsəz bu evdə var dəyərli izləyicilərimiz. Bir daha evin xarici görünüşünü təqdim edirəm. 9 sotdadır. Evin də torpağın da sənədi var. Paket sənədlidir. Burada manqalnısı var. Bu hissədə dəyərli izləyicilərimiz küçədən evin qarajıdır. Həyətin giriş qapısını, giriş hissəsini təqdim edirəm. Evin fasadı qabancıq daşlarla üzlənilib. Besetkanı təqdim edirəm sizlərə. Baxın dəyərli izləyicilərimiz. Bura evin besetkasıdır. Burada yay mətbəxi yerləşir. Evimizin daxilində isə əlavə olaraq 2 dənə mətbəx yerləşir. Dəhlizdəyəm, dəhlizi təqdim edirəm. Geniş dəhlizi var. Burada kladovkası var. Bu kladovka qoz ağacından yığılıb. Evin qapıları hamısı qoz ağacından ibarətdir. Və burada evin birinci mərtəbəsində mətbəxi yerləşir. Foyədən daxil olan kimi. Burada dəyərli izləyicilərimiz evin içərisində baseyni var. Baxın belə bir baseyni var. Burada əlavə olaraq hamam otağı yerləşir. Və burada parnoyu var. Birinci mərtəbənin yataq otağını təqdim edəcəm. Burada yerləşir. Evin birinci mərtəbəsində yerləşən yataq otağı. İkinci mərtəbəyə qalxaq. İkinci mərtəbəni təqdim edim sizlərə. Birdən ikiyə qalxan pilləkən betondur. Üzəri təmiz fıstıq ağacından yığılıb. Geniş dairəvi formada pilləkən qalxır evin ikinci mərtəbəsinə. İkinci mərtəbənin foyesini təqdim edirəm. Və burada yerləşir evin geniş qonaq otağı. Baxın dəyərli izləyicilərimiz, çox geniş bir qonaq otağı var. Bütün mərtəbələrin döşəməsi parketdir. Və burada evin mətbəxi yerləşir. İkinci mərtəbədə yerləşən mətbəxi təqdim edirəm. Və burada əlavə olaraq zalda mətbəxə daxil olduqdan sonra mətbəxdən də foyaya çıxış üçün yer ayrılıb. İkinci mərtəbənin ayrıca sanitar qovşağı və ikinci mərtəbənin hamam otağı və ikinci mərtəbədə yerləşən yataq otağını təqdim edirəm. Geniş yataq otaqları var. Yataq otaqları demək olar ki 40 kvadratdır. Qalxaq 3-cü mərtəbəni təqdim edim. 3-cü mərtəbəsində yerləşir evin 3 dənə yataq otağı. 3-cü mərtəbənin dəhlizini təqdim edirəm sizlərə. Keçək yataq otaqlarını bir-bir təqdim edim. Burada yerləşir evin yataq otaqlarından bir başqası. Burada digər yataq otağı yerləşir. Videodan da görürsünüz də dəyərli izləyicilərimiz necə geniş yataq otaqları var. Bu yataq otağında ayrıca olaraq hamam otağı yerləşir. Keçək evin balkonunu təqdim edim. Bir balkon da evin ikinci mərtəbəsində yerləşir. Bu evlə əlaqə saxlamaq istəyənlər videonun başlıq bölümündəki nömrə ilə əlaqə saxlaya bilərlər.